Salam. Bugün sizə Honor'un yeni planşeti Magic Pad 4-ü təqdim edəcəm. Magic Pad 4-ün ilk diqqət çəkən xüsusiyyəti şübhəsiz ki, ekranıdır. Cihazda 12,3 düymlük hibrid OLED panel istifadə edilib. 3000x1920 piksel qətnamə, 165 Hz yenilənmə sürəti və 2400 nit HDR pik parlaqlığı öz kateqoriyasında sənaye liderliyi iddiasındadır. Bundan əlavə 5200 Hz PWM dimming texnologiyası ekran titrəməsini praktik olaraq azaldaraq göz yorğunluğunu əhəmiyyətli dərəcədə aradan qaldırır. Chip Level AI Defox Display, AI Circadian Night Display və dinamik dimming kimi 7 ayrı göz qoruma texnologiyası bir arada işləyir. Ekranın gövdəyə nisbəti isə 93% təşkil edir. Gövdə baxımından Magic Pad 4 dünyada ən nazik tabletlər sırasındadır. Cəmi 4,8 mm qalınlığa malikdir. 450 qramlıq çəkisi isə gün boyu daşınma imkanını asanlaşdırır. Bu yüngüllüyün arxasında aerokosmik aşağı sıxlıqlı material durur. Adi materiallara nisbətən 32% daha yüngül, 30% daha möhkəmdir. Performans tərəfindən cihaz Snapdragon 8 Gen 5 prosesoru üzərindən işləyir. PC görünüşlü interfeys, eyni anda 15-ə qədər pəncərənin idarəsi və Honor Connect vasitəsilə smartfon, Mac və digər cihazlarla sürətli fayl köçürməsi iş məhsuldarlığını əhəmiyyətli dərəcədə artırır. Batareya tutumu 10100 mAh olub 66 Watt sürətli şarj dəstəklənir. 8 dinamikli Honor 3D məkan səsi isə media istehlakını tamamilə fərqli bir səviyyəyə daşıyır. Honor Magic Pad 4 ultra nazik gövdə, sənaye lideri OLED ekran, güclü prosesor və uzun ömürlü batareyanı bir araya gətirən premium planşetlər sırasındadır.